Qubadlı rayon Mahruzlu kəndi. Baxın. Qubadlı cəmaatı, Mahruzlu cəmaatı baxın bu evlərə. Tövlə, bir daş üstə, pəncərə yerdə. Bax bu vəziyyətdə 180 minli evdir. Baxın görün bizlərə nə tikiblər. Bizim tövlə idi o vaxtı, bir daş üstə. Hamısı da tikirlər qalıb yarımsız, işlə getmir. Heç bir iş getmir burada, iş dayanıb. Bax bu vəziyyətdədir. Bir dənə yaxşı burada normal evi yoxdur. Hamısı yerdən pəncərələr yerə dəyir. Bir dənə sabah sel olsa, deməli bura dağılacaq. 180 minli evi tövlə tikilib bu cəmaat üçün. Xahiş edirik sizdən. Ha, belə bir vəziyyətdir. Nə Qubadlı rayon icra hakimiyyəti maraqlanır, nə Mavin maraqlanır, nə deputat İmamverdi müəllim. Başı qarşı obyektlərinə xahiş edirəm. Niyə bir dəfə maraqlanıb demirsən ki, görün burada nə tikir? Seçki qabağı seçiləndə gəlib qapı gəzirdir. Deyirdin ki, mən seçim, mən belə eləyəcəm, bunu bu cür eləyəcəm. Nə oldu? Hələ 20 ildir sənin bir dəfə sifətini bu şeydə, televizorda görən olmadı. Bir dəfə bu xalqın qabağına çıxıb, nəysə bir kəlmə söz demədi. Heç bir dəfə maraqlanında görün burada nə tikilir bu zamanda. Bu tövlədir bu. Sabahların burada kim yaşayacaq, kim yaşaya bilər? Burada iki gün dalbadar yağış yağsa bu evlərin hamısı batacaq suya. Bax bu vəziyyətləri, bədbaxt vəziyyətindədir buralar. Heç bir iş görülmür, heç bir iş getmir. Çox pis gündə, ot əncər də basıb, burada kim yaşayacaq, necə yaşayacaq mən bilmirəm. 180 minli ev belə olar.